valideynlər Allahın lütfüdür insana, ilk lütfüdür. Hər şey sənə heç bir şey gözləmədən verirlər. Sənin valideynlərinə olan münasibətin, sənin Allaha olan münasibətinin vəziyyətinin göstəricisidir. Necə ki, valideynlərini görməzdən gəlirsən, Allahı da görməzdən gəlirsən. Sonra da adama deyirlər ki, mənə Allahı göstər yine. Əzizim, sən körsən, sənə nəyi göstərim? Günlərin bir günü ayılanda, həqiqətə ayılanda, görəcəyin şeylər səni bərk yandıra bilər. O yandıracaq şeylərdən birisi də o sənin naşükürlüyün olacaq. Valideynlərə qarşı, bir də Allah'a qarşı.